Əgər tələbə imtahan nəticəsinin aşağı olduğunu düşünürsə, bununla bağlı nə edə bilər? Yəni balının az qiymətləndirildiyini düşünürsə. Hal-hazırda bununla bağlı iki həll yolu var. Birincisi, əgər tələbə əmindirsə ki, o daha yaxşı performans göstərib, lakin examiner onu lazımından aşağı şəkildə qiymətləndirib, bunun üçün hərəkət mexanizmi apellyasiyadır. Müəyyən bir ödəniş qarşılığında tələbə apellyasiyaya müraciət edir və onun esseyi və ya speaking səs yazması başqa bir ekzaminərə təqdim olunur ki, yenidən qiymətləndirilsin. Apellyasiyada qalib gəlmək halında həmin apellyasiyanın ödənişi qaytarılır və bal artır. Əks halda isə bal eyni olduğu şəkildə qalır. Kandidat sadəcə apellyasiyanın ödənişini itirir. Yəni apellyasiyada balın düşməsi kimi bir hal yoxdur. İkinci bir həll yolu ondan ibarətdir ki, tələbə hər hansısa bölməni retake eləyə bilər. Yəni 4 bölmədən istədiyi birini müəyyən bir ödəniş qarşılığında yenidən götürə bilər.